doktorumuzu sizə təqdim etmək istəyirəm. Qonağımız Doktor Südabə Yaraliyevadır və onunla çox maraqlı bir söhbətimiz olacaq bizim doktorda. Bilirsiniz ki, son dövrlərdə insanlarımız təbii müalicə üsullarına çox geniş üstünlük verirlər və bu təqdirə layiqdir həqiqətən də. Çünki zaman-zaman həqiqətən də xalq təbabətinin biz dışlandığını və onun üzərinə hər tərəfdən hücumlar gəldiyini görürük. Amma biz bugün bu mifi burada dağıtmağa çalışacağıq peşəkarımızın sayəsində. Xoş gəlmişsiniz və mövzumuz Hiruda və hicama terapiyadır. O terapiyalar ki, bəzi həkimlər tərəfindən qəbul olunur, bəziləri qəbul olunmur. Bu söhbətlər irəliləyən dəqiqələrdə. Buyurun. Xoş gününüz olsun. Hər kəsə salamlayıram. Mən Doktor Südabə Akşan, fizioterapiya, hicam və gövdəterapiya üzrə uzmanım, həmçinin elmi işçisiyəm. Bu gün elə ətraflı məlumat cəmaət xalq arasında olan, yəni bilməyən mövzular, suallar haqqında cavab vermək istəyərdim. İnşallah siz suallarınızı verin, mən də cavablandırım. İnşallah. Gəlin ondan başlayaq ki, bu müalicə metodlarının tarixi hara gedir? Bunun tarixi sənədləri varmı? Öncə harada bu tətbiq olundu? Bundan başlayaq, tarixdən. Ümumiyyətlə, hicam və gövdəterapiya, yəni təbii müalicələrə aiddir, həmçinin sünnə müalicələridir. Çox qədim tarixi var, bəli. Tarixi mənbələrdə çoxsu deyirik, harada tapırsınız, harada əsaslanırsınız. Arxeoloji qazıntıları tapılan bir lövhələrdə biz görə bilərik ki, qədimdə, qədim Misirdə, qədim Çində, qədim Hindistanda, Yunanda, hicamada və gövdəterapiyada geniş istifadə edirdilər. İbn Sina özü də yəni müalicələrində həm hicamada, həm gövdəterapiyada istifadə edirdi. Bir də Misir kraliçası Kleopatra sonsuzluqda əziyyət çəkirdi, çoxlu müalicələr aparır və heç bir effekt əldə etmirdi. Ondan sonra gövdəterapiyaya üst tutandan sonra o öz müalicəsini tapır. Yəni, çoxlu sübutlar var. 18-ci əsrlərdə də gövdəterapiyanın geniş istifadəsi, sadəcə indiki kimi, yəni hal-hazırda Azərbaycanda xalq arasında gövdəterapiya çox geniş tanınır. Amma məsələn, həkimlər tərəfindən görürsünüz ki, bəzi həkimlər qəbul etmir. Niyə qəbul eləmirlər? Əsas argumentləri nədən ibarət? Yəni, o mən deyərdim bilməməzlikdən. Çünki Azərbaycanda gövdəterapiya özü bir həkim olaraq çalışıram ki, gövdəterapiya araşdırıram. Təkcə ümumiyyətlə yəni buna bir elmi yanaşma edirsiniz də. Burada sadəcə bir xalq təbabəti kimi yox, ağızdan ağıza, dildən dilə gələn bir məsələ kimi yox, elmi araşdırması. Bu barədə danışacağıq. Elmi araşdırması edirəm. Ondan sonra məsəl üçün Rus ədəbiyyatdan, xarici ədəbiyyatlardan geniş məlumat toplamışam. Hal-hazırda özüm də elmlə məşğul oluram. Azərbaycanı tanıtdırıram. Həm ümumiyyətlə gövdəterapiyanı xroniki xəstəliklərdə olan faydaları barədə 2 ildən çox təcrübə aparmışam və Azərbaycan beynəlxalq konferanslarda bu mövzuda təmsil etmişəm. Yəni bunun elmi tərəfini götürüb tam deyə bilirsiniz ki, bunun özü bir müalicədir. O bəzən olur, bağların üzərində yazılır, müalicə deyil. Yəni əslində orada da farmasevtik kampaniyaların bir marağı var ki, təbii tərkibli komponentdən ibarət olan məhsulların üzərində bunu yazdırırlar. Yazdırırlar ki, müalicə deyil, bu psixoloji olaraq insana təsir edir ki, mən bunu alıram, bu müalicə deyil axı. Yəni bu, belə deyək, analıq hicama və hirudoterapiyada da varmı? Yəni o həkimlərin argumentlərində ki, bu müalicə deyil. Yəni bunu argument gətirirlərmi paralel olaraq? Yəni bilsiz nəfərdə, ola bilsin, onlar eldən ağızdan ağızda deyək, dediyimiz kimi eşitirlər ki, effekt yoxdur. Amma bunun praktikasında istifadə edən həkim daha yaxşı bilər. O həkimlərdən biri də mənəm. Hal-hazırda hansı ölkələrdə bu geniş tətbiq olunur? Həm hicama terapiya, həm zəli terapiya deyək ki, hamı bilsin dostlar. Burada hiruda biz deyirik, hiruda. Çox adam deyəcək ki, hiruda nə deməkdir? Yəni bunu sadə dildə deyək ki, hər kəs başa düşsün. Zəli terapiyası və hicama terapiya. Qan alma, belə deyək. Ən unikal qan alma növlərindən biridir. Yəni, ümumiyyətlə, hansı ölkələrdən Almaniya özündə klinik açılıb gövdəterapiya, yəni zəli ilə müalicə terapiya və Amerikada, məsəl üçün, Profesor Bayer öz elmi araşdırmalarında xəstələr üstündə elmi araşdırma aparır və bəziləri hicamanla yanaşı müalicə təyin edib, kompleks müalicə, bəziləri isə təkcə dərmanla müalicə aparır və görür ki, o xəstələrə ki, o pasientlərə ki, kompleks müalicə həm hicamanla aparılandır, daha gözəl effekt əldə edib. Ondan sonra görür ki, məsəl üçün, qaraciyər xəstələrində trigliseridlərin səviyyəsi və xolesterin səviyyəsi hicama terapiyası üçün daha tez enir. Yəni, bu onun təsdiqidir ki, yəni hicama terapiya, həm gövdəterapiya çox gözəl effektlər verir. Belə, başqa... İndi insanlar üçün yəqin ki, maraqlıdır ki, hər bir dərmanın bir yan təsiri var. Zəli terapiyasının, bu qanı aldırmanın bir yan təsirləri varmı? Əks göstəriş. Bəli, necə
dərmandakı kimi, yəni öz göstərişlər olduğu kimi əks göstərişlər də var. Burada ümumiyyətlə hicama və gövdə çəpi təbii müalicədir. Çox gözəl nəticələri var. Sadəcə onun təyinatı həkim tərəfindən təyin olmalı. Çünki həkim daha yaxşı insan anatomiyasını bilir, qan damar sistemini tanıyır. Məsələn, elə xəstə var ki, qan azıdır. Məsələn, şəkərli xəstələri olarmı? Bəli, olar. Hicam terapiya da olar, gövdə terapiya. Amma burada bir nüans var. Xəstənin əgər qanı azdırsa, anemiya əziyyət çəkirsə, qanı durudursa, normalda, məsələn, hemofiliya xəstəsizsə, yəni xəstənin təzyiq vaxtında yüksək təzyiqlə gəlirsə, onun təzyiqini normallaşdırıb, ondan sonra, yəni təzyiq yüksək 200-240-sa, biz hicam terapiya eləsə, ona daha pis olar. Hansı xəstəliklər zamanı deyək ki, bir nömrəli bir çıxış yoludur bu? Məsələn, hamımızın, bir çoxlarımızın əziyyət çəkdiyi hipertoniya, yüksək təzyiq, məsələn, qanda tromblaşma, bax bu kimi hallarda bu nömrə bir üsul sayıla bilər yoxsa yox? İlk yardımcı hicam terapiya mən belə deyərdim və prosedur kimi gedir. Gövdə terapiya isə müalicə gedir. Yəni bunlar ayrıq bir biri müalicədir. Və niyə görə onu da izah edim? Hicam terapiya da biz qan alma kimi tanınır. Çirkli dənə xəstə qandır. İndi kimsə çirkli deyəcək ki, hələ bir şey yoxdur. Xəstə qan bədəndən çıxanda onda məsələn, allergiya xəstəsidir, şəkər xəstəsidir. Şəkərdə yüksək olanı mən yanıma özü bir xəstə gəlmişdim. Mən ona hicam terapiyadan qaba yoxladım 12 ildir şəkəri. Hicamadan sonra düşmüşdü 9-a. Yəni bir yarım saat ərzində olan bir fərq. Ya da allergik xəstə gəlir. İmmunoglobulinya 1000 idi, hicamadan sonra düşmüşdü 400-a. Halbuki biz neyinirik? Dexamethasone və qarmanal dərmanlar təyin edir ki, o allergiya sal. Hicamanla həm bədən təmizlənir, həmçində xəstəliklərin hansısa problemlərində simptomların aradan qaldırılır. Doktor, bunların ikisini də paralel eyni vaxtda istifadə etmək olar mı və hansı xəstəliklər? Bəli, olar. Paralel. Məsələn, bütün xəstəliklərdə, genel deyirəm, xəstəlikləri tanımaq lazımdır, hansı göstərişlərdə necə təyin etmək lazımdır. Xalq arasında çox geniş populyarlıq yaranır. Hamı tanıyır, hicam terapiyanı tanıyır, gövdə terapiya. Demək olar, hər ailədə bir adam heç olmasa hicam zərbindən istifadə edib. Amma ki, həkimlər tərəfindən inkar edən həkimlərimiz də var, qəbul edən həkimlərimiz də var, bilməyən həkimlərimiz. Belə deyəcək, inkar edənin dəlili sübutu nədir ki, inkar edir? Yox, onlar sadəcə elə kimdənsə eşitib, yəni nəsə ondan bundan öz aralarında yoxdur. Çünki medinusda bir dərs kimi keçmirlər. Nə hicamanı, nə gövdə terapiyanı. Onlar elə ki, anjimedonusda keçilən dərslərimiz var ki, onlar... Yəni, sırf protokol üzrə nələr olmalıdırsa təsdiqlənir. Amma xaricdə var fakültələr, var. Məsəl üçün, hal-hazırda mən əməkdaşlıq etdiyim fakültə var, Fırat İnstitutunun... Türkiyədədir, də mi? Türkiyədədir. Professor Naim Sağlam bəy, həmçinin bizim Azərbaycandan olan xanımımız, Türkiyədə işləyir, həmin institutda, Şəbnəm Fərzalı xanım, o da professorun assistentidir. Doktor, Türkiyədə bu tətbiq olunur universitetlərdə, tibbi universitetlərdə, bir fən olaraq. Hal-hazırda mən tibbiyyat vurğuladım, mən konferansiyada çıxış edəndə çox sevindirici bir hal gördüm ki, əvvəldə gövdə terapiyadan danışırdı, indi hicamandan da. Məsələn, professorlar, akademiklər danışır, adi həkimlər də yox. Yəni, Türkiyədə bu artıq geniş tətbiq olunur, Azərbaycandan fərqli olaraq. Dediyim ki, Almaniyada da istifadə olunur, Amerikada istifadə olunur. Nədənsə Azərbaycanda elə də yox, xeyri yoxdur və s. Halbuki bir həkim kimi mən onları neçə illər təcrübə aparıram. Doktor, biz bunu müşahidə edirik. Məsələn, onkologiyada da biz görürük ki, sırf protokol deyirlər, şüa terapiyası, kimya terapiyası və rəsmi əməliyyat başqa onun kənarında heç bir şey qəbul edəmirlər. Nə immunoterapiyanı qəbul edəmirlər, nə digər təbii vasitələr, hansı ki, xərçəngiyə təsir göstərə bilər. Məsələn, bunların içərisində zəncir otudur, digər təbii bitkilər var ki, çox da onların içərisində və bunları qətiyyən qəbul edəmirlər. Sizcə, nə üçün həkimlərimiz elə bu zəli ilə də bağlı, zəli terapiyasına da bağlı, hicama ilə də bağlı, öz bildiklərindən kənarı niyə qəbul etmək istəmirlər, niyə araşdırmaq istəmirlər, niyə inkişaf eləmək istəmirlər? Mən o suala cavab versə, indi hamı mənə... Yox, verin, o suala cavab verin ki, biz biləyik. Yəni, belə deyək də, gəlin səmimi danışaq. Zəli terapiyası, hicam terapiya, burada maliyyət o qədər xərcdə çıxmır xəstənin cibindən. Yəni, sadəcə kurs müalicə aparırıq və çox o onkoloji xəstələrdə də müalicə effektini əldə edir. Hətta mənim praktikamda hepatit xəstəm öz şəfasını tapıb. Özü də o qədər də xərci çıxmır. Hal-hazırda həkimlərimizin çoxsu, düzdür, hamıya adiyyəti yoxdur. Amma bəzilərinə həm dərmanı təyin edir,
həm aktivlərlə əməkdaşlıq edir, faiz alır. Yəni məsələn biznes maraqlarında belə deyək. Çoxsunun biznes marağındadır. Əlbəttə ki, o bir dənə zəli təyin edib ona nə fayda edəcək. Amma ki, biri var ki, sən gedirsən həm xəstədən reseptə görə ödəniş alırsan, həm faiz alırsan, həm dərman firmasının əməkdaşlıq edirlər. Yəni bu başqa, yəni qazanca görə, mən belə deyərəm. Doktor, Türkiyədə 2 dəfə elmi konferansda çıxış eləmişsiniz, bununla bağlı təəssüratlarınızı alaq və Azərbaycanda zəli terapiyasını, hicama terapiyasını geniş tətbiq eləmək üçün nə kimi planlarınız var? İnşallah qismət olsa, düzdür, biraz kömək lazımdır laboratoriya baxımından, yəni institut mənim tərəfimə dursa. Birincisi, fakültə yaransaydı Vilniusda, heç olmasa fakültə. Yəni ayrı bir fən kimi keçirsən, bizim həkimlər, gələcəyi həkimlər tanımalıdır, təbii müalicələr də tanımalıdır, hicamalıdır, gürüdoterapiyadır. Düzdür, farmakologiya fakültəsində bitkilər haqqında məlumat verilir, amma tam yox. Yəni zəminin türcəyində 200-dən çox müalicəvi ferment var, onların 105-i araşdırılıb da müalicəvi təsirlərinə görə. Son zamanlarda mən təcrübələrdə baxdım, 500-dən də çox ferment var. Yəni bu zəlinin də fərqi varmı? Hansı xəstəliyə, hansı zəli lazım, uyğundur? Yoxsa yox, elə eyni. Onu da deyəcəm Əcəbə. Yəni bu mənim məqsədim deyim ki, yəni mənim məqsədim odur ki, o qalan zəlilərin müalicəvi təsirlərini araşdırmaq. Çünki mən özüm görürəm ki, zəli özü xəstəyə məsajı təyin edəndə, xəstəyə qoyanda 3 dəqiqə ağrı hiss edir, 3 dəqiqədən sonra keyedici, yəni keyiyir. Bu nə ilə bağlıdır? Çünki zəlinin türcəyində olan keyedici fermentə görə ağrını hiss etmir. Ondan sonra zəli özü analiz edir. Bu xəstənin hansı xəstəliyi var və ona əsasən, ona uyğun olaraq fermentlər buraxır. Yəni bu özü əməli işləyir, özdəki müdafiə də əməli başlayır. Və müalicəvi fermentlər baxır, məsələn, şəkər xəstəsinin şəkərə aid müalicəvi ferment, məsələn, qan vaxtalandırıcı, məsələn, trombositlər yapışdıran operasiya fermenti var, yapışmağın... Zəli artıq özü həkimliyi edir, də belə deyək. Allah tərəfindən göndərilən halacan həkimlərdir. Allah tərəfindən göndərilən... O maraqlı məlumat edir. O analiz etdikcə sonra başlayır xəstə qanı, sonra dalınca ferment buraxır. Ferment buraxanda həmişə də mən ona fikir vermişim ki, zəli düşməmişdən qabaq pasiyent deyir ki, zəli düşür. Çünki o hiss edir ki, onun için ferment buraxır və ondan sonra zəlilər düşür. Bu, məsələn, xəstənin ağrısı var isə ağrılıq gedir. Bir də bilirsiniz nətərdir? Ümumiyyətlə, xəstənin təyinatına görə də orada düzgün kurs müalicə təyin olmalıdır. Məsələn, xalq arasında özləri şəraitini bəzi adamlar qoyulur, bir dəfə, 2 dəfə daha effekt yoxdur. Burada kurs təyin olmalıdır. 6 kursdan da ibarət ola bilər, 7 kursdan da ibarət ola bilər. Seanslar, məsələn, 2 kursa da bölünür, 6 seanslı, 7 seanslı belə deyək. Belə effektiv gözəl nəticə əldə etməsi üçün, yəni biz uzun kurs təyin edəndə 6 aydan bir təzdən təkrar edə bilərik. Ümumiyyətlə, o biraz siz sual vermişsiniz, zəllərin müalicəvi növ zəllər var, yoxsa hansı növ? Azərbaycanda ümumiyyətlə hürud orientalis növ istifadə olunur. Yəni, bunda da elmi araşdırma var. Ki, Ukraynalı alim araşdıraraq, molekulyar analiz aparır. Azərbaycanda ancaq bir növü tapılır, o da hürud orientalisdir. Bu növ istifadə olunur. Məsələn, hal-hazırda... Onun da mövsümü var da, nə vaxt yığılmalıdır, nə vaxt effektiv olur? Bəli, o firmalarda yetişdirilir. Yəni, mövsümü var, nə vaxt yığılan deyəndə, əsas zəldə may-iyun aylarında yaxşı tutulurlar pasiyentlər. Çünki o vaxtında onlar bir otla qidalandığı üçün tox olurlar və ona görə yaxşı pasiyentlərdə yapışmırlar. Belə deyərdik. Qaldı ki, müalicə növ zəllər var, parazit zəllər. Parazit zəllər ancaq qan soxulur, amma hiçbir müalicə ferment buraxmır. Müalicəvi növ zəllər həm müalicə edir, həm müalicə ferment buraxır. Sizdə bunların hər ikisi var? Tətbiq edirsiniz? Yox, sizin öz tətbiq edirsiniz? Mən tətbiq etməm, hürud orientalis müalicəvi növ zəllərdə, amma hər ikisi yox, hər üçü də var. Bir dənə də var, öldürücü zəllər. Onları bizim institutda, Fırat İnstitutunda, yaxud Türkiyədə vurguladığım, orada araşdırmalar var, hər tərəfli, onların zooloji xüsusiyyətləri, anatomik xüsusiyyətləri hamısı öyrənilir. Bakıda inşallah belə bir mərkəz olacaqmı? Həm hicama ilə, həm zəli ilə bağlı, terapiya ilə bağlı. Madam ki, siz bu işin elmi tərəfini artırmışsınız. Mən özüm hal-hazırda, düzdür, həm pasiyentlərimlə
pasientləri müalicə edirəm, özüm də müalicəsini də aparıram, amma elmi işlə də məşğul oluram. İnşallah ki, gələcəkdə fikrim var mərkəz açmağa. İndi o gələcək söhbətidir. Və sonda bizim izləyicilərimizə deyək, hansı xəstəliklər zamanı biz zəli terapiyasından və hicama terapiya ilə əla nəticələr əldə edə bilərik? Buyurun. Deməli, xroniki xəstəliklərdə mən təcrübə aparmışam və ən gözəl nəticələr, məsələn, varikoz genişləmədə, şəkərli diabetdə, sonra ürək damar xəstəliklərində, oynaq xəstəliklərində və çoxlu sadalamaq olar. Əsas mən varikoz haqqında vaxtımız azdır, o barədə danışmaq istəyərdim. Varikoz genişləmələrində çox vaxtında əməliyyata gedir pasientlərə. Əməliyyat məqsəd öz pasientlərini getməyim. Niyə üçün? Biz Doppler edəndə və müalicədən sonra təzədən Doppler edən fərqi gözümüzdən görürük və pasientlər özləri şahid olur. Adi müalicələrdə ehtimal var ki, tromb qopa bilər. Və bu tromb əməliyyat edə bilər. Amma zəmin müalicəsində bu problem olmur. Niyə üçün? Əlinizdə yəqin ki, qaz topu almışsınız da. Qaz topu alanda qaz topu qopmur. Sadəcə əliyib su kimi alır. Və zəminin türcəyində olan müalicə fermentlər həmin trombu qaz topu kimi əridir və qana birləşə biləndə xərc olur. Maraqlı məlumatlar əldə elədik biz və istər zəli terapiyası ilə bağlı, istər hicama terapiya ilə bağlı, bax, Südabə xanım Yaraliyeva kimi doktorumuz var, Azərbaycandadır, Türkiyədə geniş təcrübə alıb, elmi konferanslarda iştirak edib, elmi iş aparır və bunun elmi tərəflərini də bu qısa müddət ərzində bizə izah elədi və mən ümidvaram ki, sizə müraciət edənlərin sayı həqiqətən də çox olacaq. Çünki bu unikal bir vasitədir ki, dünyada geniş tətbiq olunur və arzu edir ki, Azərbaycanda Tibb Universitetində bunun fakültələri olsun və geniş tətbiq olunsun. Təşəkkür edirəm maraqlı məlumatlara görə.